Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikailov Prezident İlham Əliyevə layihə barədə məlumat verdi. Layihəyə əsasən Azərbaycanın hüdudlarında formalaşan Həkəri çayı üzərində ümumi tutumu 100 milyon kubmetr, faydalı həcmi isə 90 milyon kubmetr olan su anbarının yaradılması nəzərdə tutulur. İnşaat işləri zamanı su buraxma qabiliyyəti saniyədə 8 kubmetr, uzunluğu isə 172 kilometrə yaxın magistral boru kəməri inşa ediləcək. Bu infrastrukturun Laçın, Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli, Xocavənd və Ağdam rayonları üzrə təqribən 700 min nəfərin saniyədə 2,5 kubmetr həcmində keyfiyyətli içməli su ilə təmin etmək potensialı olacaq. Həkəri çay su anbarından qidalanan magistral boru kəməri üzərində 3 ədəd su elektrik stansiyası qurğusunun tikintisi də nəzərdə tutulur. Həkəri çay su anbarı əhalinin keyfiyyətli içməli su ilə təmin olunması, eyni zamanda işğaldan azad edilmiş ərazilərimizin su ehtiyatlarının səmərəli idarə olunması və dayanıqlı su təminatının yaradılması, bölgənin, habelə ölkəmizin digər iri şəhərlərinin içməli su təchizatının yaxşılaşdırılması və regionların sosial-iqtisadi inkişafının dəstəklənməsində mühüm rol oynayacaq.